Salam əziz müştərilər, bugün sizə belə bir 3 ədəd fərqli ölçülərdə yumru vurub qaçan avadanlıqlar göstərəcəm. Bu avadanlıqlar nədə istifadə edirlər, onu da deyəcəm sizə. Adətən bu avadanlıqları beycik hazırlanmasında fərqli ölçülərdə beyciklər, məsəl üçün 37 mm, 44 mm, 58 mm-lik beyciklərin hazırlanmasında istifadə edirlər. Onların hazır formasını kəsməkdən ötürü, yəni göstərim necə olur. Belə bir ölçüdə qoyuruq. Formada, məsəl üçün bu 37 mm-lik beycikin hazırlanması üçün. Həmçinin bunu bəzən alırlar, bizdə belə flyerlarda asılqan kimi, kim istəyirsə bəzən belə asılqan kimi açmaq istəyirlər, yer açmaq istəyirlər. Ondan da istifadə edə bilərsiniz. Bu 44 idi. Və 58-lik deyim, fərqini görəcəksiniz. Yanaşı qoysaq, görə bilərsiniz. Fərqli ölçülərdədir, 44 mm-lik idi. Yox, yalan deyim, yəni bunu 37 mm-lik beyciklərin hazırlanması üçün istifadə edirlər. Bunu 44, bunu 58. Amma ölçüyə gəlsək, indi bizə onu xəttkeşlə ölçümsə, deyim, hər birinin dəqiq ölçüsü nə qədər olur. Bəzən istəyirlər, soruşurlar. Bu 49 mm-dir. Bu 54 mm-dir. Diametrdən söhbət gedir. Bu isə 70 mm. Niyə belə olur? Çünki bunu 37 mm-likdə istifadə edir. Beycik eləyən zaman qıraqlarını yığır deyənə aparat. Ona görə diametri balacalaşır. Ona görə aparat bunu kəsəndə ona uyğun edirlər ki, gəlin burada da beyciklərimiz var, göstərim. Görürsünüz, bu formada olanda beycikin qırağını yığılır deyənə, ona görə bu kağızı daha böyük kəsilməlidir kağız. Bu formada onların hazırlanmasında istifadə olunur. Avadanlıqlar haqqında daha geniş məlumat almaq istəyirsinizsə, bizim Sublima saytımıza daxil olub oradan ala bilərsiniz. Həmçinin videoda olan nömrə ilə əlaqə saxlayıb daha geniş məlumat ala bilərsiniz. Avadanlıqları zəmanət verilir. Yəni olaraq bizdə gəlib ofisdə də tanış ola bilərsiniz avadanlıqlar. Təşəkkürlər, çox sağ olun.